Şərtdə deyilir ki, cərəyanlı naqil bir cism maqnit sahəsində tarazlıqdadır. İplərdən birində yaranan gərilmə qüvvəsi 2 Newton, naqilə təsir amper qüvvəsi 1 Newton olarsa, naqilin kütləsini hesablayın. Yəni burada M-i bizdən soruşur kütləni. İndi burada fikir versə, iplərdə yaranan gərilmə qüvvəsi 2 Newtondur. Yəni T hər biri 2 Newtondur. Həmçinin amper qüvvəsinin qiymətini də verib 1 Newtondur. Burada amper qüvvəsinin ilk öncə istiqamətini təyin etməliyik. Bunun üçün sol əl qaydasından istifadə olunur. Sol əlimizi elə tuturuq ki, bizim B maqnit induksiyamız ovcumuza daxil olur. I 4 barmaq istiqamətində yönəlir. Baş barmağımız isə amper qüvvəsini göstərir. Fikir versəz, burada yuxarıda bir şəkil çəkmişəm sizlər üçün. Burada gördüyünüz kimi, baxın, I şəkilimizdə sağa doğru verilib. Eynilə burada da 4 barmağım sağa doğru yönəltmişik. B maqnit induksiya vektoru x qeyd edilib. Yəni, bu bizdən şəkil müstəvisinə doğru yönəldiyini göstərir. Ona görə biz ovcumuzun içini açmalıyıq. Fikir versəz, əlimizin, ovcumuzun içi bizə baxır. Və belə olan halda da gördüyümüz kimi amper qüvvəsi yuxarıya doğru yönəlmişdir. Deməli, burada artıq amper qüvvəsi yuxarıdır. FA. Və 1 Newtona bərabərdir. Həmçinin bu naqilə yer tərəfindən ağırlıq qüvvəsi təsir edir və mg düsturu ilə hesablanır, aşağıya doğru yönəlir. İndi şərtdə verib ki, bu naqil tarazlıqdadır. Bu naqilin tarazlıqda qalması üçün əlbəttə ki, yuxarıya doğru olan qüvvələrin cəmi bərabər olmalıdır aşağıya doğru olan qüvvəmizə. Yuxarıya doğru olan qüvvələrimiz, fikir versəz, 2 Newton, 1 Newton və 2 Newtondur. Bunları toplayanda bizə verəcək 5 Newton. Deməli, 5 Newton bərabərdir aşağıya doğru olan mg-yə. M vuraq, J-nin qiyməti də 10-dur. Ona görə M vurulsun 10 yazıram. Buradan M-i tapanda 5 bölək 10 bizə verəcək 0,5 kiloqram. Buradan da bizdən cavabı qramlarla ifadə etməyimizi istəyir. Onda 0,5-i vuracaqsınız 1000-ə. Çünki 1 kiloqram 1000 qramdır. 0,5 vuraq 1000 bizə verəcək 500 qram.